Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda pensiya, əmək haqqı və sosial ödənişlərin verilməsi sahəsində mühüm yeniliklərin tətbiqi gözlənilir. Yeni yanaşmaya əsasən vətəndaşlar gələcəkdə pensiyalarını, əmək haqqlarını və müxtəlif sosial ödənişlərini almaq üçün bank seçimini özləri edə biləcəklər. Bu barədə Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri administratoru Tofiq Acıqayev Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Samiti 2026 tədbirində çıxışı zamanı məlumat verib. Məlumata görə hazırlanmaqda olan layihə vətəndaşlara daha geniş seçim imkanları təqdim etməyi hədəfləyir. Hazırda bir çox hallarda vətəndaşların maaş və ya sosial ödənişləri müəyyən banklar vasitəsilə həyata keçirilir. Yeni sistem tətbiq olunduqdan sonra isə insanlar öz istəklərinə uyğun bankı seçə biləcəklər. Rəsmi nümayəndənin sözlərinə görə layihə məcburi xarakter daşımayacaq. Yəni heç bir vətəndaş müəyyən bir banka keçməyə məcbur edilməyəcək. Əksinə, hər kəs özünə daha uyğun hesab etdiyi maliyyə qurumunu seçərək xidmətlərdən yararlana biləcək. Mütəxəssislər hesab edirlər ki, bu dəyişiklik banklar arasında rəqabətin daha da güclənməsinə səbəb olacaq. Banklar müştəriləri cəlb etmək üçün daha səfəli xidmət paketləri, daha rahat mobil tətbiqlər və müxtəlif üstünlüklər təqdim etməyə çalışacaqlar. Layihənin əsas məqsədlərindən biri də vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirməkdir. Xüsusilə pensiya alan şəxslər üçün xüsusi xidmət paketlərinin hazırlanması nəzərdə tutulur. Bu paketlərə güzəştli xidmətlər, nağdsız ödənişlər zamanı bonuslar və digər təşviq edici imkanlar daxil ola bilər. Verilən məlumata əsasən layihə bir neçə mərhələdə həyata keçiriləcək. İlk mərhələdə əmək haqqı ödənişlərinin yeni sistem üzərindən icrası planlaşdırılır. Sonraki mərhələlərdə isə pensiya və sosial müavinətlərin ödənilməsi prosesinin də həmin sistemə inteqrasiya olunacağı gözlənilir. Ödənişlərin həyata keçirilməsi üçün ani ödənişlər sistemindən istifadə olunacaq. Bu sistem vəsaitlərin daha sürətli, təhlükəsiz və şəffaf şəkildə köçürülməsinə imkan yaradır. Beləliklə, vətəndaşlar ödənişlərini daha rahat əldə edə biləcəklər. Mərkəzi Bank rəsmisinin sözlərinə görə layihə olduqca geniş miqyaslıdır və onun uğurla həyata keçirilməsi üçün müxtəlif dövlət qurumları, maliyyə təşkilatları və digər tərəflər arasında davamlı müzakirələr aparılır. Layihənin texniki və hüquqi tərəfləri üzərində işlər davam etdirilir. Ekspertlər bildirirlər ki, yeni sistem tətbiq olunduqdan sonra vətəndaşların maliyyə xidmətlərindən istifadə imkanları daha da genişlənəcək. Banklar arasında yaranacaq sağlam rəqabət nəticəsində xidmət keyfiyyətinin yüksəlməsi, əlavə üstünlüklərin təqdim olunması və müştəri məmnunluğunun artırılması gözlənilir. Hazırda layihənin bütün detalları üzərində iş aparılır və gələcəkdə onun mərhələli şəkildə tətbiqi nəzərdə tutulur. Hazırda layihənin bütün detalları üzərində iş aparılır və gələcəkdə onun mərhələli şəkildə tətbiqi nəzərdə tutulur. Yeniliyin həyata keçirilməsi ilə vətəndaşlar maliyyə vəsaitlərini idarə etməkdə daha sərbəst seçim imkanına malik olacaqlar. Beləliklə, Azərbaycanda pensiya, əmək haqqı və sosial ödənişlərin alınması sahəsində nəzərdə tutulan bu yenilik maliyyə sektorunda mühüm dəyişikliklərdən biri hesab olunur. Layihənin reallaşması həm vətəndaşlar, həm də bank sektoru üçün yeni imkanlar yaradacaq.